Bugün sizlərə idrarla nəcis olmuş yorğanı kür su ilə nə şəkildə paşlamaq lazım olduğunu əməli bir şəkildə göstərmək istəyirəm. Məsələn, fərz edək ki, bu yorğanın bu hissəsi idrarla nəcis olub. Biz bunu kür su ilə paşlamaq istədikdə ilk atacağımız addım bu nəcisin özünü, yəni idrarı buradan təmizləməkdir. Nəcisin özünü, əsərini buradan paşlamaqdır. Nəcisin özünü paşladıqdan sonra, məsələn, fərz edək ki, bu şlanqdır və bu şlanqdan gələn su da birləşib su çəninə və su çənində də kürr qədər su var. Belə olduğu təqdirdə həmin o şlanqdan fərz edirik, şlanqdan gələn suyu bir dəfə bu nəcis olmuş yerə tökürük və şlanqdan gələn su bu nəcis olmuş yeri tam bir şəkildə əhatə elədikdən sonra bizə lazımdır ki, o tökdüyümüz suyu biz neynəyik? Oradan çəkək. Oradakı suyu çəkməkdən ötəriyi altına, bu yorğanın altına bir ləyən qoyuruq və möhkəmcə tökdüyümüz suyun üzərinə sıxırıq ki, həmin su nə olsun, yorğandan tökülsün o ləyənin içinə. Əgər müəyyən bir səbəbdən biz bunu edə bilmiriksə, məsələn, o suyu ləyənin vasitəsilə çıxarda bilmiriksə, onda bizə lazımdır ki, pak bir bez parçasını götürək və həmin tökdüyümüz suyun üzərinə sıxaq. Bir şəkildə bu parçanı sıxmaq lazımdır ki, suyun üzərinə o parça orada olan suyu tam bir şəkildə özünə cəzb eləsin. Məsələn, möhkəmcə biz bu parçanı həmin suyun üzərinə, tökdüyümüz suyun üzərinə sıxırıq ki, orada su qalmasın, tam bir şəkildə parçaya hopsun. Belə olduğu təqdirdə həmin o suyu oradan götürdükdən sonra həmin yer pak sayılır.